Mənim bəzi suallarım olacaq Azərbaycan Respublikasının xalq artisti Niyaməddin Musayeva. Niyaməddin müəllim, sizi kimi ikinci bir şəxs, elə müğənni, sizi kimi məhz, sizin ailəniz kimi oliqarx həyat yaşamayıb. Gözəl yaşamısınız, firavan yaşamısınız, pulunuz olub, imkanlarınız olub. Demək olar ki, bu dövlət sizi hər şeylə təmin edib. Dövlətin, xalqın, prezidentimizin nə qədər imtiyazları var, hamısı sizə şamil olub. Hamısından da istifadə etmişsiniz, indi də edirsiniz. Ümumiyyətlə, bu dövlətdən, bu xalqdan narazısınız. Niyaməddin Musayev, Azərbaycan Respublikasının xalq artisti. Mən mətbuatda bəzi materialları izləyirəm və dəhşətə gəlirəm. Sizin ailənizin içindən, daxilindən bu dövlətdən narazı olan varmı? Yenə də deyirəm, axı, siz və sizin evladlarınız oliqarx həyat yaşayıblar. Sizin bu dövlətdən, nə sizin, nə ailə üzvlərinizin bu dövlətdən, bu xalqdan, bu prezidentdən narazı olmağa ixtiyarı və haqqı yoxdur. Mən dəhşət yaşayıram, mən dəhşətə gəlirəm. Bir insan oliqarx həyat yaşasın və nöqtələr. Niyaməddin müəllim, mən 15 ilə yaxında cəhd edirəm ki, Kanadaya gedim. Amma gedə bilmirəm. Bəlkə siz mənə məsləhət verəsiniz, siz mənə yol göstərəsiniz. Bəlkə siz məni istiqamətləndirəsiniz ki, hörmətli Sara Səfura, eyb yoxdur, hörmətsiz də ola bilər. Elə deyin Sara Səfura, siz bax bu yollardan istifadə etsəniz, ora gedə bilərsiniz. Sizin ailə üzvlərinizdən artıq ora gedənlər var, orada yaşayanlar var. Mən çox gözəl bilirəm, onlar necə gedib ora. Onlar necə gedib, hansı yolla gediblər, nələrdən istifadə ediblər, bunların hamısını bilirəm. Niyaməddin müəllim, bunların günahı kimdədir? Mən bir ailə başçısı kimi, bir xalqın, xalq artisti kimi, bir xalqın, nə bilim, qeyrətli kişisi kimi bu günahları sizdə görürəm. Çünki siz çox şeylər edə bilərdiniz, amma etməmsiniz. Bugün sizin ailənizin üzvü buradan gedir, yenə də deyirəm, təbii ki, açıqlamalarım olacaq. Mən də Kanadaya getmək istəyirəm. Göstərin o yolu mənə. Mən də gedim. Necə getmək olar? Xalqa xəyanət etmək olar, torpağa xəyanət etmək olar, prezidentə xəyanət etmək olar. Mən əgər oliqarx həyat yaşayıramsa, necə mən bu xalqımdan narazı ola bilərəm? Necə narazı ola bilərəm və gedib orada xalqımı, millətimi, prezidentimi, dövlətimi aşağılaya bilərəm? Mən utandım. Heç kim buna görə mənə zəng vurmasın. Kim mənə zəng vuracaqsa, hansısa ifadəni işlədəcəksə, mən o adama ağır sözlər deyəcəm. Mən də 15 ildir Kanadaya getmək istəyirəm. Niyə gedə bilmirəm? Hörmətli Niyaməddin Musayev, oliqarx həyat yaşayan və ailəsinə oliqarx həyat yaşadan və imkanları çox geniş olan Azərbaycan Respublikasının xalq artisti Niyaməddin Musayev. Çünki mən qürurluyam, mən xalqımı sevənəm, mən dövlətimi sevənəm. İçərimdə dövlətimə, xalqıma məhəbbətim var. Mən dövlətimi gedib oralarda aşağılaya bilmərəm. Mənə cavab verin, mən Kanadaya necə gedə bilərəm?